Hamıya salam, mən Riyaziyyat və Məntiq müəllimi Sevinc Əsəd. Deməli, bu gün sınaq 15-in həllini verəcəm DİM kitabından, 9-cu sinif buraxılı kitabından. 15-in suallarını ona görə çəkirəm ki, öz şagirdlərim onsuz da 15-ci sınaqdadır, onlara həllini vermək üçün və digərləri də bundan faydalansın. Amma kiməsə başqa bir sınaqları, başqa bir kitabı lazımdırsa, onu kommentə qeyd eləsəz, mütləq nəzərə alacağam. Niyə görə deyirəm? Çünki uşaqlar, mən nə çəkim artıq bilmirəm. Niyə görə deyirəm? Çox şey onsuz da hazırdır deyənə, məsələn adam düşünür ki, onsuz da bu var da, bunu çəkib uşağa nə fayda verirsən ki, heç bir fayda vermirsən. Ona görə bunu çəkirəm ki, onsuz da izah eləyəcəkdim, siz də faydalanın deyə. Amma əlavə bir şey istəsəz, mütləq bunu qeyd eləyin, nəzərə alacağam. Deməli, indi baxıram sual nömrə 1-ə. Birinci də deyir ki, COB bucağının tənbüləni OD şüasıdır. Bura ümumi 130-dursa, 2-yə bölsəm eləyəcək 65. Yəni burada 65-dir, burada 65-dir. Bu qalsın yadda. Bura isə ümumi neçə idi? 90 idi. Baba, buradan bura kimi 90 idi. Bura 90-dırsa, bura artıq nə qalacaq? 90, 90 çıxılsın 65. O da eləyəcək 25 dərəcə, yəni B variantı. Sonrasında gəlirəm sual nömrə 2-yə. Deyir ki, bərabər yanlıdır. Şagird bunu qarışdıra bilər. Deyə bilər ki, bura 11, 11, 23-dür. Xeyr. Bizdə bir xassə vardı ki, üçbucağın iki tərəfinin cəmi üçüncüdən mütləq böyük olmalıdır. Əgər mən 11, 11 yazsam, elədə 22. Amma 22, 23-dən kiçikdir. Bu mümkün deyil. Demək ki, bu deyilmiş. Üçbucaq beləymiş. 23, 23, 11. O zaman toplasam 46 üstə gəl 11, 57. 57 C variantı. Perimetr 57 imiş. Sual nömrə 3 çox qəşəng və lazımlı suallardandır. Deyir ki, modulda 2x minus 7 bərabər x çıx 10. İlk işiniz bu olsun. Moduldakınla bərabər var x çıxılsın 10. Bu ifadə böyük bərabər 0. Çünki modulda mənfi çıxa bilməz. Aldığım x mütləq ondan böyük olmalıdır. Bu qalsın yadda. İlk iş bu ifadə necə varsa köçürt. Modulsuz. X minus 10 və həll eləyək. Aldıq mənfi 3. Uşaqlar, bu mənfi 3 ondan böyükdür ki, xeyr. Demək ki, bu kök deyil. İkinci halı yoxla. Bir dəfə isə bunun özü bərabərdir əksinə. Yəni x çıx 10 yox, 10 çıx x yaz. Olur 3x bərabər 17. X bərabər 17 bölü 3. 5 tam 3-də 2. 5 tam 3-də 2 ondan böyüdümü? Bu da yox. Yəni 2 kök yapmışam, amma heç biri ödəmədi. Demək ki, neymiş? Tənliyin kökü yoxdur, həlli yoxdur. D variantı. Sual nömrə 4. Bu sual nömrə 4-ü qarantiya almaq üçün mütləq bu 2-ni at sol tərəfə. Atdım. Məxrəc x plus 1-dir. Buranın məxrəci 1-dir axı. Çatmayan nədir? X plus 1. Bura isə 1 dəfədir. 3x minus 5 mənfidə ehtiyatlı ol. Çıxılsın 2x, çıxılsın 2. Kiçik bərabər 0. X minus 7, x plus 1 kiçik bərabər 0. Hərəsini ayrı-ayrı 0-a bərabərləşdirsəm x 7. Bunu 0-a bərabərləşdirsəm deyəcəksən ki, müəllimə məxrəc axı 0 olmur. Yaxşı, bərabər deyil yaz. Onsuz da bunu nəzərə alacaqdım burada. Mənfi 1, içi boşdur, çünki məxrəcdədir. Yəni, bura kiçikdir yazsaydı belə, mən yenə onun üçün doldurmayacaqdım. Çünki məxrəcdə idi. 7 isə daxildir. Çünki burada bərabər yazıb. İndi bunu yazırıq. Burada müsbət, burada mənfi, burada müsbət. Deməli, bizə nə lazım idi? Mənfilər. Mənfini harda alır? Mənfi 1-dən, mənfi 1 daxil deyil, 7-yə qədər 7 daxildir. Bu da B variantındadır. Sual nömrə 5 qəşəng sualdır. Uşaqlar, normalda düz xəttin funksiyası belədir. Kx plus B. Bu K əgər x oxunun müsbət istiqaməti ilə, gəlin şəkildə göstərim. Baxın, məsələn üçün bu xəttdən danışırım. Bu xətt K2-dir bu. Biraz qalınlaşdırmaq istəsəm. Baxın, heç qalınlaşmadıq. Bu xəttdən danışanda bu bucaq var ha. Yəni düz xəttin x-in müsbət istiqaməti ilə əmələ gətirdiyi bu bucaqdan gedir söhbət. Əgər bu iti bucaqdırsa, gördüyünüz kimi iti bucaqdır, demək ki, K-sı bunun müsbətdir. İndi baxın bir də K1-ə. Baba, budur. K1 isə x oxu ilə bu bucaq əmələ gətirir. Yəni kör bucaqdır. Kör bucaqdırsa artıq mənfidir. Bu qalsın yadda. İndi mənə B-lər lazımdır. B-lərdə isə baxırsan, o nöqtəyə ki, məsələn yenə buradan danışıram.
Bax bu nöqtəyə. Niyə buna baxdım? Çünki bu nöqtənin x-i nədir? 0. Sən burada aparıb y bərabərdir. K2 vur 0, alındı 0, üstə gəl B2. Düzdür? Yəni B2 niyə bərabər imiş? Elə y-in özünə. Burada y nədir bəs? Təbii ki, mənfidir. Demək ki, bunun B2-si mənfi imiş. Amma burada B1 nədir? Müsbətdir. Belə kodlaşdıra bilərsiniz də əslində beyninizdə. B-lər düz xəttin y xətti üzərində kəsdiyi nöqtədir. Bax, bu nöqtə, bu nöqtə. Burası artıq B2-dir, burası B1-dir. Bitti. Yəni 0 falan onun üçün göstərəcəm ki, əzbərçilik olmasın. Həlli tamam aydın olsun ki, yaddan çıxmasın. Deməli, baxıram cavablara. K1 müsbətdirmi? Xeyr. K2 müsbətdirmi? Bəli. K1 mənfidirmi? Bəli. Boşu K2 getdi. B1 müsbət idi. Bəli. B2 müsbət idi. Xeyr. 2, 3, 5, yəni A variantı. Sonra gəlirəm sual nömrə 6-ya. 6-cıda bu düstur çox sevilən düsturdur müxtəsərlərdən. A çıx B vur A plus B. İndi yazıram. 74 çıx 26 vur 74 üstə gəl 26 böl 62 çıx 38 vur 62 üstə gəl 38. Bundan bunu çıxsam neçə eləyəcək? 48 mi? Deyəsən 48'dir. Vurulsun 100, bölünsün 24, vur 100. Bununla bu getsə, qalacaq 2. Bu da Y variantı. Sual nömrə 7. Deyir ki, oturacağı AC olan ABC bərabər yanlı üçbucağının daxilinə çəkilmiş oturacağı da AC-dir. Üçbucağın daxilinə çəkilmiş çevrə en toxunma nöqtəsi ilə yan tərəfi aynı. Uşaqlar, baxın, deyir ki, ayın 5'dir. Birincisi bura 5'dirsə, avtomatik bu da 5'dir. Çünki hər hansı bir nöqtədən, çevrənin xaricində olan nöqtədən çevrəyə 2 toxunan çəkilirsə, bunlar bərabərdirlər. Bunlar da bir-birinə bərabərdir. Bunlar da bir-birinə bərabərdir. Sonra deyir ki, B-nin 7'dir. 7'dirsə, bu da 7'dir. Oturacağı AC-dir axı. Bax, bura 5 yazsan, bura nədir? Burada artıq 5'dir. Düzdür? İndi fikir verin. Bura neçə oldu? 12, 12, 24, üstünə 10 gəl, 34, Y variantında. Sual nömrə 8. Uşaqlar, bunu heç vaxt çaşmayın ki, deməyin ki, mərkəz mənfi 9, 5, xeyr. Bunu bir də 0-a bərabərləşdir, x neçə eləyir? 9, 0-a bərabərləşdir, y neçə eləyir? Mənfi 5. Və yaxud da beynində belə yadda saxla ki, bunların əksi, mənfi 9-un əksi 9-dur, 5-in əksi mənfi 5-dir. Bu qalsın burada. Radiusu isə buydu. Bu nəyinki vardıdır? 8'in. Demək ki, radius da 8'dir. İndi sual oxuyuram. Mərkəzi mənfi 9, 5'dir. Xeyr. 9 və mənfi 5 idi. Bir doğru deyil. Bir olan variantları ümumiyyətlə silə bilərsən. Sonra deyir ki, daxilə çəkilmiş düzbucaqlı üçbucağın hipotenuzunun uzunluğu 16'dır. Uşaqlar, həmən hipotenuzun uzunluğu nə idi? 2R. Yəni 2 vur 8 həqiqətən də 16 eləyir. Yəni 2 düzdür. Düstur budur. 2R. 0,8 nöqtəsindən keçir. Bu o deməkdir ki, sən x-in yerinə 0 qoy, y-in yerinə 8 qoy. Gör bu nöqtədən 64 alınır yoxsa yox. 0 qoysam 0 çıx 9 neçə eləyir? 9'un kvartı 81. Üstə gəl. 8 çıx üstə gəl 5. 13'ün kvartı falan. Bu təbii ki 64 deyil. 3 doğru deyil. Mərkəzi koordinat müstəvisinin 4-cü rübündədir. Bəli. Çünki mərkəz nə idi? X-i 9 idi, y-i mənfi 5. Yəni bu nöqtədə də düzdür. Burada 1-ci rüb, 2-ci rüb, 3-cü rüb, 4-cü rüb. Yəni 4-cü rübdə olduğu düz idi. 2 və 4 Y variantı. Sual nömrə 9-a baxıram. 9-da deyir ki, 3 bölünsün. Bu tip suallarda bu məxrəcdəkinin qoşmasına tez vur. Buranı vurmusansa, mütləq buranı da vur. Kök altı 5 plus 2 çıxılsın. 45 nə deməkdir? 45 9 vur 5'dir. 9'dan kök ala bilirsən 3, 5'dən ala bilmirsən kökün altında qaldı. Üstə gəl 7. İndi bayaqda düstur. A minus B vur A plus B. Yəni A kvadratı minus B kvadratı. Kök altı 5'in kvadratı 5. 2'nin kvadratı 4. Elədi 1. Məxrəc 1 imiş. 1'in mənası yoxdur onsuz da. Deməli belə qaldı. 3 vur kök altı 5. Nəysə 1'ə böləndə bir şey dəyişmir axı. 3 vur 2 6. Çıxılsın bunun geri qalanı.
Bunlar getdi. 6 plus 7 13, yəni A variantı. Sual nömrə 10-a baxıram. Deyir 9-a tam bölünürsə. 9-a bölünmənin əlaməti 3-ə bölünmənlə eyni idi. Biz deyirdik ki, ədədin rəqəmlərinin cəmi 9-a bölünürsə və ya 3-ə bölünürsə, ədəd 9-a və ya 3-ə bölünür. Deməli, indi baxıram. 8, 2, 1, 7, 3. Bunları əvvəl toplayaq. 10, 10, 20, 21. Bu 21'dir. Mən 21'in üzərinə necəsə gəlməliyəm ki, bu 9-a bölünsün. Təbii ki, 6 gəlsəm 27 eləyər və o həqiqətən də 9-a bölünür. Sonra da deyir ki, onun 25'ə bölünməsindən. Bunun da qaydasını yazmaq olardı, amma nəysə. Bunun özünü də elə böl 25'ə. Elə adicə son 2 rəqəmini 36-nı 25'ə bölsən, bir dəfə 25 çıxsan qalaq nə qalacaq? 11, yəni B variantı. Sual nömrə 11. Deyir ki, 22,8 kilogram suya, uşaqlar, su heç vaxt sürətdə yazılmır. Yaxşı, sürətdə yazılan duzdur, falandır, yəni spirtdir, yəni bunlardır. Su ancaq məxrəcdədir. 22,8. Bu qalsın burada. Deyir, nə qədər duz əlavə etsən, duz artıq sürətin işidir. Amma duz həm də məxrəcə gəlir. Yəni su ancaq məxrəcdədir, digərləri isə həm sürətdə, həm məxrəcdə. Bu heç. Deyir, əlavə etsəm 5%li məhlul alınır. Yəni %5. İndi çarpaz olub hesablamaq lazımdır. 22,8'i 5'ə vursam, yanında telefonda yoxdur. Vurardım. 10, 14 bir yadda, 11, 114. Üstə gəlib 5x bərabərdir 100x. Bu da neçə eləyir? 95x bərabərdir 114. X-i tapmaq üçün 114'ü 95'ə bölmək lazımdır. Bura bir dəfə düşər. 95 çıxsam 9, 19 düşdü. Burada bir dənə 0 gətirsəm tam bitdi. 6 dəfə, yox 6 dəfə çox gedər ki bura. 2 dəfə də elə. 11 yadda, 18'də 1, 19. Bir tamamdakı variantı var mı? Var. C variantı. Sual nömrə 12'yə baxıram. Vurma görürsənsə, tez, qarışıq, kəsri. Bunlar nədir? Hə, IQ denəməsi. Bunlar mənim öz şagirdlərimin testləridir. Vurulsun. 17'də 7. Üstə gəl. 9'dan 3'də 2. Bərabərdir. Deməli, bu 34 tam. Bunu çevirirəm. 34'ü vururam 21'ə. Oy. Vaxtımı alan şeyləri heç sevmirəm, amma. Vursam 11, 714 eləyir. 714'ün də üstünə bir 17 gəlməliyəm. Bir, normalda test hesablarım. Prosta mexaniki səhv etməkdən narahat olm deyə. 9'dan 3'də 2 qalsın belə. Bərabərdir. Deməli, bununla bu geçsin 3. 731 də böyük ehtimalla 17'yə bölünər belə bir misalda. Bu nə qədər düşər bura? 4 dəfə. 4 dəfə olsa 28, 2 yadda 68 eləyər. 51, 3, bəli 43 eləyirmiş. Deməli 3'də 43. Üstə 43 dəsi 43'ü 3'ə bölsəm neçə eləyəcək? 1 tam 14 tam 3'də 1 düzdür. 14'ü vuracaq 42 üstünə 1 gəlir. Düzdür. 9 tam 3'də 2. Bu da toplasam 14, 9, 23 tam 3'də 3. 3'də 3 zaten 1'dir. Yəni 24 imiş. Buranı qarlama kimi işlətmişəm deyənə. Bunu silsək, misalın konkret həlli budur. Sual nömrə 24 var variantda, bəli. Sual nömrə 13. Daxili bucaqlarının cəmi 1800'dür. Daxili bucaqlarının cəminin konkret düsturu var idi ki, 180 vur, n çıx 2. Xarici bucaqsa həmişə 360 idi cəmləri. Bərabər 1800 imiş. Sual tam oxumamışam. N bərabər 12 tapdıq. Hə. Neçə diaqnalı var? Diaqnalın sayının düsturu isə n vur n-2 böl 2 idi. N vur n-3 böl 2 idi, deyəsən yox. Ha, n vur n-3 böl 2 idi, bəli. 12 vur 9 böl 2. Bu da eləyəcək 6 vur 9, 54, yəni Y variantı. Sonra, sual nömrə 12. Deyir ki, ədədlər sırasının medianı A-dır. Modası B-dir. Uşaqlar, ümumiyyətlə bu tip suallarda ilk iş bunu artan sırayla düz. Burada ən kiçiklər hansılardır? 2, 2, 2. 5 var. 7, 7.
10 var və 21 var. Bu qalsın burada. Deməli, moda nə idi? Moda o idi ki, ən çox təkrarlanan. Burada ən çox gözümüzə nə dəyir? 2. Bu qalsın burada. Ən böyük fərq nə idi? Ən böyük fərq o idi ki, ən böyük ədəddən ən kiçiyini çıx. 21 çıx 2, 19. Median nə idi? Median o idi ki, sağdan soldan bir sil. Ortada x qaldısa, biri qaldısa onu götürəcəkdim bu heç. X qaldısa topla 5 plus 7, 12, 2-yə bölsən 6. Bir də qaldı nə? Ədədi orta. İndi yenə bunların hamısını toplayıb sayılarına bölməlisən. Hamısını toplasan 6, 5, 11, 11, 14, 25, 35, 35, 21 neçə uşaqlar cavab verə bilmirsiniz? 56. Cəmlərini böləm sayına. 1, 2, 3, 4, 5, 6, 7, 8-ə. Bu neçəymiş? Bu da 7'ymiş. Güzel. Deyir ki, bunları topla. 7 plus 2, 9. 9 plus 6, 15. 15 plus 19, 34. C variantı. Sonra asan ama lazımlı sual idi. Bunlar son vaxtlar artıblar. Sual nömrə 15'ə baxıram. O, genel deneme 5 gəldi. Əlavə deneme. Onu yaddan çıxmadan tez bunun izahından sonra baxım. Deməli, burada nə deyim? Sistemindən x plus 3y cəmin soruşur. Belə eləyək də. 3 tam onda 2x üstə gəl 7 tam onda 4y bərabər 3. Bunun hər tərəfini gəlin elə ona vuraq. Bunlar yoxa çıxsın da yəni. Düzdür? Vergüllər, onluq kəsirlər bizi yormasın deyə belə elədim. 32x üstə gəl 74y bərabərdir 30 olsun. 18x üstə gəl 76y bərabərdir 40 olsun. X üstə gəl 3y soruşursa, bu böyük ehtimal nəsə yaxşı bir şey soruşur. Mən bunların hamısını toplasam birdən-birə görək neçə eləyər? 50x üstə gəl 150y. O, super. Bərabər 70. Hər tərəfdən 50-ni çıxartsam, görün alınacaq. X üstə gəl 3y. Onsuz da məndən bunu istəyirdi. Bu niyə bərabərdir? Vuruq hasil. 70 böl 50 bərabərdir. 7 böl 2-dəki, 7 böl 5-dəki 1 tam. 5-də 2. Yəni 1 tam. Onda 4 A variantı. Deməli, əvvəl ağlıma gəldi x-i falan tapmaq. Sonra gördüm ki, yox. Bu cür nə şey bizdən istəməzdi. Ona görə ağlıma bu gəldi. 16-ya baxıram indi. Oxşarlıqla. Uşaqlar, belə deyək də. Bax, çox diqqətlə bura qulaq asın. Burada söhbət 2-3 bucaqdan gedir. Biri ADY-dən. ADY. Düz bucaqlı, üç bucaqın kiçiyi. Biri də ümumi var, o ABC. Böyük olan. Bir də ondan. Məsələn üçün, burada bu bucaq 90'dır, bu da 90'dır. Kitab özü verib zaten. Bura alfadırsa, bu alfa həm ADY üçün alfadır, həm ADY'nin bucağıdır, həm də ABC'nin bucağıdır. Düzdür? Hər ikisinin bucağıdır. Bura alfa, bura beta olsun. Alfa, beta 90. Burada da var da onsuz da. Alfa 90. Demək ki, burası da betaymış. Yəni, 3 bucağın 2 bucağı bərabərdirsə, onsuz da 3-cü avtomatik bərabər olur. Ona görə bu da oldu beta. A-Y 4'dür. Ümid edirəm ki, aydındır. Video çox uzun olmağını istəmədiyim üçün 4 3-dürsə, 90 önündəki 5'dir. Amma yenə də nəsə aydın olmasa, bayram günlərdə də yəni vaxtım var. Sualınızı verin, ətraflı orada da izah eləyərəm. YB-ni tapın. YB də bura bir də x deyək. Deməli, bura 3, 4, 6 bunu soruşur. Belə eləyək. Bax, kiçik üç bucaq üçün alfanın önündə nə var? 3. Böyük üç bucaq üçün alfanın önündə nə var? 6. Kiçik üç bucaq üçün, bax, bu lazım deyəsənə. Ya belə yazaq. 90'ın önündə kiçik üç bucaq üçün nə var? 5. Burada 90'ın önündə böyük üç bucaq üçün x demə. 3 bucaq x plus 4. Yaxşı. Bununla bu geçsin. Qalsın da burada 2'də 1. Sonra çarpaz vuraq. X da bərabərdir 6. Məndən də deyəsən o soruşurdu. Cavab da oldu 6. Sual nömrə 17. Kvadrat üçədlisinin ən kiçik natural qiymətini tapın. Deməli, uşaqlar, bizdə ümumiyyətlə bu kvadrat üçədlilərdə ən kiçik olsun, ən böyük olsun. Biz nə edirdik? N'in düsturu var idi bizdə. N bərabərdir 4AC minus B kvadratı bölünsün 4A. Bu qalsın yadda. İndi burada A nədir? 5.
B nədir? -7. C isə 9. Qoyaq yerinə. 4 vur A vur 9 çıx. -7-nin kvartı onsuz da 49'dur. Böl 4A yəni 20. 20 vur 9 180 çıx 49 böl 20. Bu da hesablayanda 131 eləyir deyəsən, düzdür? Bu da düşür 6 tam 20'də 11. Uşaqlar, burada cavab, amma deyir məndən naturallı soruşuram, natural qiyməti, ən kiçik natural. Cavab nə olmalıdır? 6 tam 20'də 11'dən ta ki müsbət sonsuzluğa kimi, düzdür? Bura daxil olan ən kiçik natural hansıdır? 7'nin özü. Cavab ona görə 7. Sual nömrə 18'ə baxıram. Deyir, bərabər yanlı trapesiyanın, bir dənə bərabər yanlı trapesiya çəkirəm. Güvənirəm ki, bu özü düzəldəcək, düzəltdi. Oturacağı 7 və 19'dur. Bura 7 olsun, bura 19 olsun. Yan tərəfi isə 10'dur. Sahəsini soruşur. Buradan tez bu xəttləri çək, hündürlükləri. Bilirsən ki, bu hündürlüklər işimizə çox yarayır. Çünki bu 7-dirsə, bu da 7'dir. Ümumi 19 değildi. 19'dan 7 çıx. Qaldı 12. 2'yə bölsən 6, 6, 10. 6 deməli hündürlük 8'dir. Sahə nə idi? Orta xətt vur hündürlük. Orta xətt nə idi? Oturacaqlar cəminin yarısı orta xətt idi. Burada hündürlüyə. Bununla bu geçsin qalsın burada 4. 19 plus 7 eləyir 26. 4'ə vursam 24 2 yadda 104 deyə düşünürəm. Sual nömrə 19. Əkob soruşur. Uşaqlar, əkob nə idi? Olmayanda götürürdünüz. Olanın da ən çoxunu götürürdünüz. Məsələn üçün burada, bunu biraz yaxınlaşdıraq. 2 bunda var, bunda yoxdur. Eybi yox, götür. Əbob soruşsaydı o götürməyəcəkdim. 3 üstü 1, 3 üstü 4. Hansı böyüdür? 3 üstü 4. Böyü götür. Çoxu götür. Əbob olsaydı az götürəcəkdim. Onu da qeyd edeyim. 7 üstü 3, 7 üstü 1. Hansı böyüdür? 7 üstü 3. Böyü götür. Yenə deyirəm. Əbobda, məsələn, 2'ni götürməyəcəkdin. Çünki birində var, birində yoxdur. Olmaz. Və kiçiyi götürəcəkdin. Hansında az sayda varsa onu. Məndən nə soruşur? Natural bölənlərinin sayı. Natural bölən sayımızı tapırdıq. Bunun qüvvəti 1'dir axı. Yazılmır, amma 1 var. Bunun hərəsinin qüvvətinin üzərinə 1 vahid artırırdıq. Vururduq bir-birinə. 2 vur 5, 10, 10 vur 4, 40. Yəni cavab olurdu 40. Yaxşı sual idi. Deyir, x-in neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəddir. Gəl baxaq. Birincisi bunu sadələşdirək. Amma sadələşdirəndə bir şeyə fikir ver, indi göstərəcəm. Ortaq vuruq kimi 12'ni çıxart. Burada da ortaq vuruq kimi x-i çıxart. Bunu çıxartdım. İxtisar eləyən kimi aha əla 2'lər getdi, düzdür. Amma məxrəc nə ola bilməz? Məxrəc 0 ola bilməz. Və məxrəc 2 ola bilməz. Çünki bunları yazsan, məxrəc 0'a çevrilir. Bunlar sil. İndi apar ixtisar. Nə qaldı? 12 böl x. 12'ni bölənlərin yazsan. 12 nəyə bölünür? 1'ə, amma deyir neçə tam qiymətində. Müsbət 1, mənfi 1. Müsbət 2, mənfi 2 yazmaz. Çünki müsbət 2 olmazdı axı, düzdür? Qaldı bir dənə mənfi 2. 3'ə bölünür, 4'ə bölünür, 6'ya bölünür və 12'yə bölünür. Bunu say 2 dənə, 4 dənə, 6 dənə, 8 dənə, 10 dənə, bir də buradan 11. Yəni cavabı səhvən 12 deyə göstərməyin. Sonra sual nömrə 21. Deyir ki, bu nə deyir? 8 üstü 12'ni 16 üstü n şəklində göstərməyimizi istəyir. Bax, yazıram. 8 üstü 12 deyir ki, 16 üstü n-ə bərabərdir. N tap. Uşaqlar, belə yazım da 8 özü nədir? 2'nin üstü 3. Düzdür? 10 da üstündə 12 var. 16 nədir? 2'nin üstü 4. 10 da üstündə n var. Oldu 2 üstü 36 bərabər 2 üstü 4n. 2'lər bərabərdir. 36 da 4'ə bərabərdirsə n oldu 9. Bu yadda. N tapdıq. Sonra deyir ki 8 üstü 12 yenə elə 2 üstü 36 yaz, işimiz rahatlaşsın. Bərabərdir 4 üstü 3, 10 da üstündə m. Uşaqlar, bu 4 üstü 3m demək deyil ki. 4 özü də 2 üstü 2'dir. 10 da üstündə 3m. Yəni 2 üstündə 2 vur 3, 6m. Bax, 2 üstü 36, 2 üstü 6. 36 bərabər 6m, m bərabərdir 6. Bax, bir də deyirəm. Bunu buna vurmurduq, yazdıq. 4 özü nədir? 2 üstü 2. 10 da üstündə 3m var. İndi bir də bunu buna vur. 2 üstü 6m.
Bu buna bərabərdirsə, M6-dır. Qaldı K. Yenə 8 üstü 12-nin yerinə 2 üstü 36 yaz. Bərabərdir. 2 üstü K vur 32 üstü 4. 32 özü 2 üstü 5'dir. Onun da üstündə 4 var. Bu nə deməkdir? 2 üstü 20. 2 üstü 20-ni də deyir, 2 üstü K-ya vurmuşam. Vuranda qüvvətləri toplayırdıq. Nə olurdu? 20 plus K. Yenə ikiləri bərabərdir. Demək ki, qüvvətlər də bərabərdir. K da 16 imiş. Bunlar nəyin soruşurdu bizdən? Cəmlərini. Deməli, biri 9, 6, 15. 15'in də üstünə 16 gəldin. Cavab oldu 31. Sual nömrə 22. Deyir ki, ədədin 60%-i, məsələn, hər hansı bir ədəd var, x. 60% nə deməkdir? %60. Yəni 0,6 x. Onun özündən 28 vahid kiçikdir. Yəni ki, bunun üstündən də 28 gəlsəm, ədədi alacam. Əvvəl x tapım. 0,4x, bundan çıxdım bunu. Bərabərdir 28. 28'i də böldüm 0,4'ə, alındı 70. Deyir, bu ədədin 30%'ini tap. Vurulsun %30. Bununla bu getdi, qaldı 21. Sual nömrə 23. Deyir ki, bu ədədləri stana şəkildə yazın. Onların qiymətli hissələrinin cəmi ilə tərtiblərin cəminin hasilini tapın. Biraz çox şey soruşub, amma yazaq. Deyir, A bərabərdir. Uşaqlar, birincisi, burada qiymətli hissə və tərtibli hissə deyəndə ən önəmli nədir? Qiymətli hissə 1'dən böyükdür və bərabərdir. Ondansa kiçik olmalı. Burada 325 olmaz. Onun yerinə belə yaz. 3 tam %25. Həqiqətən 1'dən böyük, ondan kiçikdir. Yəni mənim işimə yarayır. Vurulsun. Gəl sayaq vergülləri, diqqətli ol. Bax 3 tam demişəm də, düzdür? 3 tam. Vergül buradadır. Vergüldən sonranı say. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni vurulsun 10 üstü 8. Artıq bu standart şəkildədir. Deyir axı, standart şəkildə yazın. İndi B-ni yazıram. Bu da mənim işimə yaramaz. Mənə lazımdır 4,2. Yaz 4,2. Vurulsun. İndi yenə vergülləri sayıram. Buradan sayaq. 1, 2, 3, 4, 5, 6 dənə. 10 üstü -6. Bu qədər qalsın burada. İndi mən sonra nə deyirdi? Qiymətli hissələrinin cəmi. Qiymətli hissələr nədir uşaqlar? Bunlardır. Qiymətli hissə. 3 tam %25 ilə 4 tam 2'ni topla. Eləyəcək 7 tam %45. Tərtiblərinin cəmi. Tərtib neçədir? Birində 8, birində -6. Toplasam 2. Bunların hasilini tap. Yəni bununla bunu bir-birinə vur. Bunu vuraq 2'yə. 19, 14 tam 9'dur cavab. Belədir cavab. Sonra deyir, 2 zər atıldıqda düşən xalların cəminin 10'dan kiçik olması. Uşaqlar, 10'dan kiçik hal çoxdur, düzdür? Amma 10'dan böyük hal daha azdır. Bax, 10'dan böyük, bax 24'ü yazırım. Qırmızını dəyişirəm. Deyir ki, 10'dan kiçik olsun. Mən deyirəm ki, gəl 10 və 10'dan böyükləri seçim. Ümumi halda tam hal 1'də axı. 1'dən çıxaram. 10'dan kiçik olmayanlar nə var? 10 var, 11 var, 12 var. 2 zərə atıram. 10 necə düşə bilər? Ya 5-5 düşsə, ya 4-6 düşsə, ya da 6-4 düşsə. 11 necə ola bilər? 5-6 və ya 6-5 düşsə. 12 6-6 düşsə. Başqa variantım var ki, xeyr. 1, 2, 3, 4, 5, 6. 6 dənə halım var. 2 zər atılıbsa məxrəc 36'dır. 36'da 6, yəni 6'da 1. 6'da 1 ehtimal var ki, 10 və ondan böyük düşsün. Ümumi dedim ki, ehtimal hamısı bir yerdədir. Yəni 1'dirsə, tamı 1'dir. 1 çıx 6'da 1. Yəni 6'da 5'i deməli ondan kiçiymiş. 6'da 5 ehtimal. Yəni bu yol daha rahatdır. Nəinki ondan kiçiklər sayasan. Ondan kiçik nə qədər var? 9, 8, 7 falan. Bir də var ki, bir hesablayasan. 25'ə baxıram. Düzbucaqlı paralelipedin oturacağının uzunluğu enindən 2 cm böyükdür. Yəni ki, bir x-dırsa, o birisi x plus 2'dir. Perimetr deyirsə, bunları toplayaq. 2'yə vursam 28 imiş. 2x üstə gəl 2, 14'dürsə, 2x 12'yə bərabərdir, x da 6'ya bərabərdir. Demək ki, düzbucaqlının bir tərəfi 6'dır, bir tərəfi 8.
Bu paralelipipedin sahəsi ən böyük olan yan üzləri kvadrat olarsa. Uşaqlar, elə bil ki, bunu tez deyərəm, 6, 8, 8 imiş. Amma gəlin izah edeyim niyə görə. Bax, bunları əvvəl bir-birinə vurum. 8, 8 neçə eləyir? 64. 6-ya vursam 24, 2 yadda, 36, bu da 2, 38, 384. Yəni, sualı 2x-la izləyənlər varsa, cavabı tez bilmək istəyənlər varsa 384-dür. Amma niyə 384-dür? Onu öyrənmək istəyənlər varsa, onlar hələ çıxmasınlar, izahını verim. Baxın, çəkirəm bir dənə düzbucaqlı paralelipiped. Biraz belə çəkdim, amma eybi yox. Deməli, bunun deyir ki, oturacağı düzbucaqlı necə idi? 6 və 8 idi tərəfləri. Diğer tərəfi, yan tərəfi də, yan üzü ən böyük olsun kvadratın. O zaman 8 və 8 qoyum ki, axı bu 8, 8 daha böyükdür, düzdürmü? Olur neçə? O zaman 64. Amma 6, 6 olsaydı 36 elli axı. 36 64-dən kiçik idi. O ən böyük dediyinə görə bunu götürdüm. Ən kiçik desəydi 6, 6 ilə gedərdim. İnşallah ki, aydın oldu. Ümid edirəm çox tez-tez izah olmadı. Yenə deyirəm, nəsə bir sualınız olsa mütləq yazın, soruşun. İndi biraz tələsirdim deyənə çəkdim, amma yenə sual olsa yazın. Sağ olun, hələlik hər birinizə uğurlar.